Hər vaxtınız xeyirli olsun, değerli izleyicilerim. Kanalıma hoş gəlmisiniz. Bugün mən pirojki bişirdim. Dananın ağciyərindən çox dadlı alındı əziz izleyicilerim. Bişirmə qaydasını sizinlə paylaşmaq istəyirəm. Bir də əziz izleyicilerim, bir sir verim. Adətən ciyər pirojkisi boyat olandan sonra xoşa gəlməz qoxu olur ciyərdə. O qoxunun olmaması üçün deməli o ciyərə qatılan yağ soğanı kökü kərə yağında pişirmək lazımdır. Onda o qoxu olmur. Keçirəm hazırlanma qaydasına. Əvvəlcə xəmiri yoğurdum. Ona apara, yumurta, xama, duru yağ, bir də duz qatıb isti suyla, ilıqdan biraz isti olan suyla xəmiri yoğurdum. Yumuşaq xəmir yoğurub üstüne salfan çektim, süfrə koydum ve koydum 1 saat dincəlsin, xəmir gəlsin. Ərilmiş kərə yağını tavaya əlavə elədim. Doğradığım soğanları, sonra da sütkəcdən keçirdiyim kökü əlavə eləyib yaxşı bişirdim. Tuz istiyor, sarı kök də əlavə elədim. Yaxşı pişirib koydum soğusun. Bu arada ciyərləri də dünəndən bişirmişəm. Yaxşı yuyub doğradım. Qazana qoyub bir burum qaynadı. Deməli üzünün kəfini yığdım. Sonra suyunu süzüb ciyərləri bir də yuyub qazana əlavə elədim, bişirdim. Yumuşaq bişirdim. Çox bişirin ki peşmək kimi olsun. Ve pişəndən sonra üzündeki bakın bu cür pərdə olur. Onu soydum. Çiğ olanda onu təmizləmək olmur. Ona göre pişəndən sonra təmizlədim. Bir də ki arasında belə damarlar olur. Onları da çıxartdım ve et maşınından keçirtdim. Soğanı da, eti də. Cigəri də, soğanı da et maşından keçirtdim. Tavadaki yağı da əlavə elədim. Tuz istiyot vurdum. Zövqə görə vurun və qoydum kənara. Xəmir də gəlib, köpüb. Əlimlə biraz xəmiri çəngəliyib, dəzgahın üzərinə duru yağ çəkib, xəmiri qoydum dəzgahın üzərinə və kündələrə ayırdım. Mən burada ciyərin yarısını zirincili, yarısını zirincsiz pişirəcəm ümumiyyətlə pirojkiləri. Ona görə də bəziləri kündə, belə xırda kündələr hazırlayıb qoydum qırağa. Yerdə qalan xəmiri də doğrayıb, heç kündələmədən elə doğradım, qoydum. Dəzgahın üzərində. Sonra da əlimlə biraz kənarlarını düzəldib forma verəcəm xəmirə. İndi isə içlikdən bir dolu xörək qaşığı qoyuram. Yəni xəmirin böyüklüyünün kiçiliyinə görə içliyi qoyun. Sonra xəmirin deməli kənarlarını, pirojkilərin kənarlarını bu cür birləşdirib bərk sıxıram ki, bişəndə ağzı açılmasın. İndi də kündələri əlimlə biraz yayıram. Ciyərə də zirinci yuyub qatdım və hazır ciyəri kündələrin üstünə bu cürünə qoydum. Yenə kənarlarını ortaya gətirib, xəmirin kənarlarını ortaya gətirib əlimlə birləşdirirəm. Yaxşı sıxmaq lazımdır ki, açılmasın pişəndə. Pirojkiler hazır elədim, xəmirləri yəni. Tavaya yağı töküb istəyəndən sonra pirojkiləri düzdüm. O üzbüyüz kızardı, yığdım. Bu da bizim pirojkilərimiz. Çok tatlı alındı əziz izleyicilerim. Siz de pişirin. Pişirən hər kəsə nuş olsun. Allah hamınızın evinə bol, bərəkətli ruzu versin. İnşallah güman edirəm bəyənərsiniz. Bəyən düyməsini basıb abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.